Zebraların niyə zolaqları var? Yəqin ki, bu sualı eşidən kimi ağlına dərhal klassik cavablar gəlir. Hə, məsələn, aslanlardan gizlənmək üçün kamuflyaj. Dəqiq. Ya da sürü halında qaçarkən yırtıcının başını gicəlləndirmək. Bunlar yəni hamımızın bildiyi şeylərdir. Amma bugün sənin bizimlə paylaşdığın mənbə, Yusef H. Rayholf'un İnsanın Təkamülü kitabı bu məsələyə tamamilə fərqli bir pəncərədən baxır. Çox daha dərindən. Bəli. Bu araşdırmada biz zebranın dərisindəki naxışdan yola çıxacağıq və görəcəyik ki, bu bizi hara aparır. Afrikanın ölümcül bir milçəyinə, oradan da öz əcdadlarımızın taleyini həll edən bir təkamül sirrinə. Məqsədimiz anlamaqdır ki, bir heyvanın adaptasiyası bizim öz hekayəmiz haqqında hansı heyrətamiz ipucularını gizlədə bilər. Tamamilə doğru. Və o klassik izahlar var ha, əslində biraz yoxlanıldıqda ciddi suallar doğurur. Məsələn, kamuflyaj fikri. Bax, təsəvvür elə, Afrika savannası. Hər yer qızılı, sarı otlarla örtülüdür. Bu mənzərənin ortasında kəskin, qara və ağ zolaqlı bir heyvan necə gizlənə bilər ki? Düzdür. Əksinə daha çox diqqət çəkir. Elə bil, mən buradayam deyə qışqırır. Elədir. Gizlənməkdən çox diqqət çəkmək üçün bir dizayndır. Yaxşı, bəs sürü effekti, yəni onlarla zolaqlı zebra bir yerdə qaçanda aslanın tək bir fərdi seçə bilməməsi. Bu daha məntiqli səslənir axı. Səslənir, amma burada da bir problem var. Rayholf kitabda nəsli kəsilmiş bir zebra növündən, kuakkadan bəhs edir. Kuakka. Hə, onun fərqliliyi o idi ki, zolaqları yalnız bədəninin ön hissəsində, boynunda və başında idi. Bədəninin arxası isə adi at kimi qəhvəyi idi. Çox maraqlıdır. Üstəlik olan zolaqlar da çox solğun idi. İndi düşünək, əgər zolaqlar sürü üçün bu qədər həyati idisə, bir növ təkamül prosesində niyə onlardan imtina edirdi? Bu, nəzəriyyədəki ən böyük boşluqdur. Deməli, əsl təhlükə aslan deyil. Əgər böyük yırtıcılar deyilsə, onda nədir? Bu zolaqlar kimə qarşıdır? Bax, əsl hekayə burada başlayır. Kitabdakı əsas argument budur ki, zebranın əsl düşməni pəncəsi və dişləri olan bir varlıq deyil. Yox. Düşmən qat-qat kiçik, səssiz, amma bir o qədər də ölümcüldür. Çeçə milçəyi. Çeçə milçəyi. Adı tanış gəlir, amma düzü, təhlükənin miqyasını çoxumuz tam dərk etmirik. Bu sadəcə ağcaqanad kimi bir həşərat deyil, eləmi? Qətiyyən. Bu milçək tripanosom parazitini daşıyır. Bu parazit heyvanlara yoluxanda naqana deyilən bir xəstəlik yaradır. Bu, ev heyvanları, xüsusilə də atlar və malqara üçün kütləvi ölüm deməkdir. Vay. Hə, tarixən Afrikada insanların maldarlıqla məşğul olmasına ən böyük əngəl məhz bu milçək olub. İnsanlara yoluxanda isə bu parazit yuxu xəstəliyinə səbəb olur. Yuxu xəstəliyi. Adı aldadıcı dərəcədə sakit səslənir. Amma reallıq dəhşətlidir. Xəstəlik əvvəlcə qızdırma, baş ağrıları ilə başlayır, sonra isə parazit mərkəzi sinir sisteminə çatır. Of. Bu, şəxsiyyət dəyişikliklərinə, psixi pozğunluqlara və nəhayət insanın yuxu-oyanma siklinin tamamilə pozulmasına gətirib çıxarır. Xəstə gündüzlər yuxlamağa başlayır, gecələr isə yata bilmir. Müalicə olunmazsa. Nəticə qaçılmaz olaraq koma və ölümdür. Yəni biz burada sadəcə bir narahatlıqdan danışmırıq, bütün ekosistemləri formalaşdıran bir təkamül təzyiqindən danışırıq. Zebranın zolaqları da məhz bu amansız təzyiqə qarşı hazırlanmış bir bioloji qalxandır. Yaxşı, bu inanılmaz dərəcədə güclü bir təzyiqdir. Bəs bu qara-ağ naxış o kiçik qatilə qarşı necə işləyir? Bu bir növ kimyavi qorumadır, yoxsa başqa bir şey? Cavab optikadadır, kimyada deyil. Kitabda təsvir edilən mexanizm həqiqətən də heyrətamizdir. Çeçə milçəkləri ovlarını əsasən görmə qabiliyyəti ilə tapır. Amma onların gözü bizimkindən fərqli işləyir. Necə yəni? Onlar polirizə olunmuş işığa qarşı çox həssasdılar. Poliarizə olunmuş işıq. Bu biraz texniki səslənir. Gündəlik həyatdan bir misalla bunu necə anlaya bilərik? Əla sualdır. Təsəvvür elə ki, tək rəngli, hamar dərisi olan bir at günəş altında dayanıb. Onun dərisindən əks olunan işıq dalğaları əsasən eyni istiqamətdə, yəni üfüqi şəkildə nizamlanır. Hə. Bu, polirizə olunmuş işıqdır. Milçəyin gözü üçün bu, qaranlıq bir yolda işıqlandırılmış hamar bir eniş zolağı kimidir.
Çox aydın, cəlbedici bir siqnaldır. Anladım. Milçək bu siqnalı izləyib asanlıqla hədəfinə eniş edə bilir. Deməli, bu eynilə bizim polarizə olunmuş gün eynəklərinin işləmə prinsipinə bənzəyir. Eynək yoldan gələn parıltını bloklayır ki, biz aydın görək. Milçək isə tam tərsinə, o parıltını axtarır. Dəqiq. Bəs zebranın zolaqları işin içinə girəndə nə baş verir? Bax, sən məsələnin əsasını tutdun. Zebranın dərisindəki kəskin qara və ağ zolaqlar işığı tam bir xaos içində əks etdirir. Qara zolaqlar işığı udur, ağ zolaqlar isə onu hər tərəfə səpələyir. Yəni siqnallar qarışır. Bəli, nəticədə milçəyin gözünə çatan işıq siqnalları bir-birinə qarışır. Artıq aydın bir eniş zolağı yoxdur, sanki minlərlə fərqli, bir-birinə zidd siqnal eyni anda gəlir. Və bu milçəyin beynini çaşdırır. O dərəcədə çaşdırır ki, o məsafəni və eniş nöqtəsini düzgün hesablaya bilmir. Təcrübələr göstərir ki, milçəklər zebranın ətrafında fırlansalar da, son anda sanki görünməmiş bir divara dəyirmiş kimi enişdən imtina edirlər. Ağla sığmazdı. Biz milyardlar xərcləyib kimyəvi həşərat qovucuları hazırlayırıq, təbiət isə bu problemi milyonlarla il əvvəl sadəcə bir naxışla həll edib. Amma bu nəzəriyyənin sadəcə laboratoriyada işləməsi kifayət deyil. Təbiətdə, real dünyada bunu dəstəkləyən başqa bir dəlil varmı? Əlbəttə var. Və ən güclü dəlil zebraların öz coğrafi yayılmasındadır. Gəl 3 fərqli zebra növünü müqayisə edək. Buyur. Birincisi, Grevi zebrası. Şimali Keniyada, Efiopiyanın quru bölgələrində yaşayır. Bu ərazilər çeçi milçəyinin sıx olduğu yerlər deyil. Hə? Və Grevi zebrasının zolaqlarına baxanda nə görürük? Çox nazik, bir-birinə yaxın, elə bil qələmlə çəkilmiş kimi zolaqlar. Müdafiəyə ehtiyac az olduğu üçün zolaqlar da daha az kəskindir. Yaxşı, bu birinci ipucudur. Təhlükə azdır, zirək də nazikdir, məntiqlidir. Bəs digərləri? İkincisi, bizim hamımızın yaxşı tanıdığı bozqır zebrası. Bu növ Şərqi və Cənubi Afrikanın geniş savannalarında yaşayır. Yəni, dəqiq olaraq çeçə milçəyi qurşağının tam ürəyində. Təhlükənin mərkəzində. Bəli, onların zolaqları isə daha enli, daha kontrastlı və daha kəskindir. Təcrübələr göstərir ki, məhz bu enlikdəki zolaqlar milçəklərə qarşı ən optimal müdafiəni təmin edir. Bu artıq çox güclü bir əlaqədir. Amma nəzəriyyəni həqiqətən sarsılmaz etmək üçün bunun əksini də görməliyik. Yəni, milçək təhlükəsi olmayan bir yerdə yaşayan və zolaqlarını itirməkdə olan bir zebra olubmu? Və o dəlil var. Bu, söhbətimizin əvvəlində bəhs etdiyimiz Kuaqqadır. Kuaqqa harada yaşayırdı? Cənubda. Çeçə milçəyi zonasından tamamilə kənarda, Afrikanın ən cənub ucunda. Orada bu ölümcül təhlükə olmadığı üçün təkamül prosesində zolaqlara ehtiyac qalmamışdı. Deməli, təkamül bir növ səmərəlilik prinsipi ilə işləyir. Əgər təhlükə yoxdursa, bu mürəkkəb müdafiəni saxlamağa enerji sərf etmir. Tamamilə doğru. Təkamüldə hər bir xüsusiyyətin bir qiyməti var. Zolaqları yaratmaq enerji tələb edir. Təhlükə aradan qalxdıqda, təbii seçmə o enerjini başqa ehtiyaclara yönəldir. Kuaqqa zolaqlarını itirirdi, çünki o enerji artıq başqa yerə lazım idi. Gözlə, bir dəqiqə. Bütün bunları dinlədikcə ağlıma bir sual ilişib qaldı. Zebraların əcdadları Afrikaya köç etmiş atlardır. Yəni, onlar da bu mühitə sonradan gəliblər. Əgər bu milçək onlar üçün bu qədər ölümcül idisə, bəs eyni mühitdə təkamül keçirən bizim əcdadlarımız ilk insanlar. Axı bizim zolaqlarımız yoxdur. Biz bu təhlükədən necə sağ çıxdıq? Bax, bu sual bizi araşdırmanın əsl mərkəzinə, Rayxolfun kitabının əsas tezinə gətirir. Bu, hekayənin aha anıdır. Çünki biz də yuxu xəstəliyinə qarşı inanılmaz dərəcədə həssasıq. Bizdə immunitet yoxdur. Bəli. Bir çox yerli Afrika heyvanı zamanla müəyyən dərəcədə immunitet qazanıb. Amma zebraların əcdadları və insanlar kimi yeni gələnlər asan hədəf idilər. Deməli, biz də eyni ilə zebralar kimi ciddi təhlükə altında idik, amma fərqli bir həll yolu tapmalıydıq. Bəs bizim müdafiə mexanizmimiz nə oldu? Bunu anlamaq üçün əvvəlcə başqa bir fundamental insan adaptasiyasını xatırlamalıyıq. Tük örtüyümüzü itirməyimiz. Tərləmə yolu ilə sərinləmək üçün. Dəqiq. Kitabda izah olunur ki, ilk insanlar isti Afrika savannasında ov arxasınca uzun məsafələr qaçmaq məcburiyyətində idilər. Tüklü bədənlə bu mümkün deyildi. Bədən həddindən artıq qızarardı. Deməli, tükü itirmək bizi savannanın supermarafonçusuna çevirən bir adaptasiya idi. Düzdür. Amma təkamüldə hər həll yolu yeni bir problem yaradır.
Bu üstünlüyün çox təhlükəli bir B planı var idi. Neydi o? Tüksüz çılpaq dərimiz bizi həddindən artıq qızmaqdan xilas etdi. Amma eyni zamanda bizi çeçə milçəkləri üçün mükəmməl, müdafiəsiz bir eniş zolağına çevirdi. Təkamül bir problemi həll edərkən, fərqində olmadan başqa daha ölümcül bir problem yaratdı. Və zolaqlarımız olmadığına görə cavab başqa bir şey olmalıydı. Mənbəyə görə cavab dərimizin pigmentasiyasında gizlənib. Həll yolu melanin, yəni dəriyə tünd rəng verən pigment oldu. Melanini adətən günəşin ultrabənövşə jüallarından qorunma kimi bilirik. Və bu doğrudur. Amma Raychov iddia edir ki, melaninin ikinci, bəlkə də o dövrdə daha vacib bir funksiyası var idi. Deməli, dəri rənginin təkamülünü təkcə günəşlə deyil, həm də bir milçəklə bağlayırıq. Bu həqiqətən yeni bir baxışdır. Dəqiq olaraq, tədqiqatlar göstərir ki, çeçə milçəkləri eniş üçün səth seçərkən rəngə reaksiya verirlər. Onlar zolaqlı səthlərdən qaçdıqları kimi açıq rəngli səthlərdən də uzaq dururlar. Lakin çox tünd, bircil səthlər də onlar üçün daha az cəlbedicidir. Anladım. Çılpaq dərimizin yaratdığı zəifliyi dərimizi tünd pigmentlə örtərək kompensasiya etdik. Bu, bizim zolaqlı müdafiəmiz, bizim görünməzlik pəncərəmiz oldu. Çeçə milçəyi qurşağında sağ qalmaq üçün bu kritik bir üstünlük idi. Görürsən, hər şey necə bir-birinə bağlıdır. Bir zebranın zolağından başlayırsan, gəlib insanın dəri rənginə çıxırsan. Təkamül əslində belə bir qarışıq, bir-birinə hörülmüş hekayədir. Bəli. Və bu hekayəni daha da böyük bir mənzərəyə yerləşdirsək, kitabda istifadə olunan çox güclü bir metaforaya gəlib çıxırıq. Cənnətdən qovulma. Maraqlıdır. Bioloji konseptdə cənnət nədir? Bu kontekstdə cənnət Şərqi Afrikanın böyük rift dərəsi idi. Bura insanlığın beşiyi, ilk əcdadlarımızın formalaşdığı, resurslarla zəngin savannalar idi. Milyonlarla il ora bizim evimiz idi. Bəs qovulma. Qovulma iqlim dəyişiklikləri ilə başladı. Bu dəyişikliklər çeçə milçəyinin və yuxu xəstəliyinin bu bölgədə kütləvi yayılmasına səbəb oldu. Bir vaxtlar həyat verən o cənnət insanlar üçün yaşanmaz, ölümcül bir tələyə çevrildi. Və bu insanları köç etməyə məcbur etdi. Bəli, ata-baba yurtlarından kütləvi şəkildə köç etməyə, Afrikanın digər bölgələrinə və nəhayət bütün dünyaya yayılmağa məcbur edən ən güclü təkanlardan biri oldu. Dini hekayədəki Adəm və Həvvanın çılpaqlıqlarını fərq edib utanmaları ilə bir paralellik var sanki. İnanılmaz bir paralellik var. Bizim üçün çılpaqlıq əvvəlcə bir üstünlük idi. Bizi sərin saxlayan bir adaptasiya. Amma xəstəlik yayılanda o çılpaqlıq bizim ən böyük zəifliyimizə, ölümcül bir lənətə çevrildi. Eyni elə dini hekayədəki kimi. Bəli. Çılpaqlığımız qəflətən bir problem halına gəldi və biz cənnətimizi tərk etmək məcburiyyətində qaldıq. Bu, bütün insanlıq tarixini fərqli bir işıqda göstərir. Bu çox dərin bir fikirdir. Bizim qlobal yayılmamızı bir kəşf hekayəsi kimi deyil, bir qaçış hekayəsi kimi təqdim edir. Və bu, bizi son bir düşündürücü fikrə gətirir. Kitabda belə bir ehtimal irəli sürülür ki, bizim bütün miqrasiya tariximiz, dayanmadan yeni torpaqlar axtarmağımız, o tərəqqi adlandırdığımız dayanılmaz həvəsimiz təkcə maraqdan qaynaqlanmır. Bəs nədən qaynaqlanır? Bəlkə də bu, xəstəliklərdən, görünməyən təhlükələrdən qaçmağın çox dərin, genlərimizə hopmuş, qədim bir irsidir. Sənə bir sual. Əgər əcdadlarımız öz beşiklərindən, öz cənnətlərindən gözə görünməz parazitlər tərəfindən qovulublarsa, bizim bugün insan sivilizasiyası adlandırdığımız şeyin nə qədəri əslində sadəcə çox mürəkkəb, nəsillər boyu davam edən bir qaçış formasıdır? Bəlkə də biz hələ də nədənsə qaçırıq. Bu barədə düşünməyə dəyər.